İndi isə qayıdış prosesindən söz açacağıq. Belə ki, işğaldan azad edilən ərazilərə köç dayanmadan icra olunur. Bu mərhələdə Ağdərə rayonunun Həsənriz kəndinə qayıdış olub. Köç karvanı Tərtər rayonundan yola salınıb. Bundan əlavə Ağdərə rayonunun Vəngli və Kolataq, həmçinin Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə də növbəti köç karvanları yola salınıb. Hazırda biz əzəli yurda dönən ailələri müşahidə edən əməkdaşımız Habil Aslanoğluna bağlanırıq. O bizə bugünkü prosesdən danışacaq. Hər vaxtın xeyirli olsun Habil. Növbəti mərhələdə neçə ailə qayıdır? Buyur, daha detallı məlumatları səndən alaq. Salam, hər vaxtın xeyir Gülşən. Bəli, sən də qeyd etdiyin kimi bugün soydaşlarımız Özdə baba yurduna qayıdır. 30, 32, 35 ildən sonra onlar Özdə baba yurduna qayıdır və bugün Ağdərə və Xocalı rayonunun 5 yaşayış məntəqəsinə köçümüz reallaşdı. Əvvəlcə Ağdərə rayon Həsənriz kəndinə, indi isə biz hazırda Xocalı rayon ərazisindəyik və Daşbulaq, Badara və eləcə də Ağdərənin Vəngli kəndlərinə bugün köç reallaşacaq. Gördüyünüz kimi soydaşlarımız artıq Xocalı rayonuna çatıbdır. Ümumilikdə isə nəzərinizə çatdırım ki, bugün bu mərhələdə Ağdərə rayon Həsənriz kəndinə 10 ailə, Vəngli kəndinə 6 ailə, Kolataq kəndinə 7 ailə, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailə, Badara kəndinə isə 15 ailə köçür ki, ümumilikdə 42 ailə, 176 nəfər uzun illərdən sonra öz dədə-baba yurduna qayıdır və onu da qeyd edim ki, bəli, artıq 2025-ci ilin son günlərini yaşayırıq. 2025-ci il xalqımızın və eləcə də keçmiş məcburi köçkünlərin yaddaşında, xatirəsində ancaq geri qayıdış dövlət proqramının, böyük qayıdış dövlət proqramının reallaşdığı bir il kimi yadında qalacaq. Çünki böyük şəhərlər tikildi, yaşayış məntəqələrimiz bərpa olundu, eləcə də talan olunan kətlərimiz, xarabalığa çevrilən kətlərimiz yenidən tikildi və soydaşlarımız öz dədə-baba yurduna qayıtdı. Hazırda Qarabağda 60 min nəfərdən çox soydaşımız var ki, onların bir qismi əbədi olaraq öz dədə-baba yurduna qayıdıb, bir qismi isə Qarabağın dirçəlişi üçün, bərpası üçün burada çalışan ölkənin müxtəlif şəhər və rayondan gələn soydaşlarımızdır. Bəli, hazırda biz Daşbulaq kəndindəyik. Gördüyünüz kimi hazırlıq işləri gedir. Birazdan Xocalı rayonunun Daşbulaq və Badara, eləcə də Ağdərə rayonunun Vəhli və Kolataq kəndlərindən olan soydaşlarımızın mənzillərinin açarları onlara təqdim olacaq və biz də onların öz sevinçlərini, öz hisslərini, öz dillərindən izləyicilərimizə çatdırmaq üçün burada çəkilişlərimiz davam edir. Xəbərlərimizin növbəti buraxılışında bunu sizə və izləyicilərimizə çatdırmağa çalışacağıq. Gülşən, bizdən bu qədər, söz sizdə. Təşəkkürlər Habil, ətraflı məlumat üçün.